Salam değerli 3-cü sinif şagirdləri və valideynlər. Bu günlərin sizinlə birlikdə 3-cü sinifdən kəsrlər mövzusundan səhifə 46-nı sizinlə birlikdə işləyəcəyik. Birinciyə baxaq. Fiqurların rəqlənmiş hissələrini kəsrlə ifadə edin. Mən bunları demədən öncə kanalıma like atıb abunə olmayı unutmayın. Baxaq. A variantına baxaq. Yazır ki, A variantında düz bucaqlı verilibdir. Düz bucaqlının içini sayaq. 1, 2, 3, 4, 5, 6. 6 dənədir. İndi biz yazacağıq ki, 6-da 2. Çünki bu 2 dənə mavi onun sürətini yazılır. Burada 1, 2, 3, 4 dənədir. Rənglənmiş hissəsi 3 dənədir. Onun sonunda sürət yazacağıq ki, 3. Baxaq buna. 1, 2, 3, 4, 5. 5-də bunlar 5 yazırıq. Kəsir xəttidir bu. Sonra bunları toplayırıq. 1, 2, bu mavi hissələri, rənglənmiş hissələri toplayırıq. 3. D variantına baxaq. Sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənədir. 12 yazırıq. Sonra xətt çəkirik. Burada neçə dənə var? 1, 2, 3. Burada 1, 2, 3, 4. 4 dənə var. 4. Burada mavilər sürətə yazılır. Başa düşdünüz? Keçək o birisini. 2 nömrəliyə baxırıq. Ədəd oxunu dəftərləri çəkin və qeyd olunmuş nöqtələri uyğun kəsrləri göstərin. Bunu çəkmək lazım deyil. Özü burada göstəribdir. A variantına baxaq. Burada 9-da 0. 0 burada. 9-da məsələn 0 göstərir. 1 isə 1 tam göstərir. Məsələn 9-da 9. Burada məsələn 9-dursa burada 9 olmalıdır. Tamdır. 9-da 0. 9-da 1. Bunlar məxrəc dəyişmir. Bir dənə sürət məsələn 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 gedir. Məsələn 9 da var içində.